Salam əziz həmkarlar. ABC Akademiya sınaq 2. Alkoqol hepatiti zamanı hansı toxuma çevrilməsi baş verir? Bu kitabda da qeyd edilib, epitel toxuması birləşdirici toxumaya çevrilir, D bəndi. Qanda qlikozanın miqdarı artdıqda sidikdən xaric olunması. Bax, sidikdən xaric olunursa, bu aiddir glikozuriya, B bəndi. İlk sidik əmələ gəlir, qədəyə bənzər kapsulada, B bəndi. İnsanın embriyonal inkişafın Ruşeym dövrü maylanma ilə başlayır səhvdə, uşaqlıq divarına yapışandan sonra, yəni implantasiya olunandan sonra başlayır, cift əmələ gələndə də sona çatır. Uşağın doğulması ilə sona çatır səhvdir, ciftin əmələ gəlməsi ilə başa çatır, bax bu doğru bir fikirdir, C bəndi. Ciftin hormon sintez etməsi ilə başlayır səhvdir, dölün cinsiyyəti bəlli olanda başlayır, xeyr, dölün cinsiyyəti cift mərhələsində bəlli olur. Deməli oldu, C bəndi. Bir qadın 28 günlük aybaşı sikl şəraitində sarı cisim qana 1092 gün hormon sintez etmişdir. Aha. Bu qadının maksimum neçə yaşı olar? Baxın həmkarlar, bunu necə yazasınız? Bilirsiniz ki, sarı cisim qana bir sikldə 14 gün hormon ifraz eləyir. Bəs 1092 gün hormonu neçə sikldə ifraz eləyib ikiz? Buradan 1092-ni bölürsən 14-ə, tapırsan ki, bunun x bərabərdir 78 sikl baş verib. Bir ildə 13 sikl baş verir. 78 sikl neçə ildə baş verib ikiz? Buradan da 78-i bölürsən 3-ə, tapırsan ki, bu qadında 6 ildiki siklik proses, yəni menstruasiya fazası olur. İndi səndən maksimum yaş soruşur. Qadın da 10-12 yaşından yetkinlik dövrdə, yəni menstruasiya fazası görməyə başlayır. Mənə də maksimum dediyi üçün 12-nin üstünə gəlirəm 6. Bu deyir 18. Deməli, bu qadının 18 yaşı var. Bu delədi, nə elədi? C bəndi. Daha sonra 6-cı suala baxaq. Deyir, aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində sarı cisim maksimum 182 gün hormon ifraz etmişdi. Yenə dediyim kimi həmkarlar, bilirsiniz ki, bir siklik prosesdə 14 gün hormon ifraz eləyir. 180 gün hormonu neçə siklik prosesdə? 182-ni böldüm 14-ə, tapıram ki, bunda 13 sikl proses baş verir. Siz də bilirsiniz ki, 13 bir ildə baş verir də, yəni bir il. İndi deyir, bu zaman sol yumurtalığın yetişməsinin sonunda əmələ gələn minimum neçə yönəltisimcik? Elə 13 dənə də yumurta hüceyrə əmələ gəlir. Bu 13-ün 6-sı. 6-sı birinə düşür, 7-si birinə düşür. Minimum dediyi üçün mən 6-nı sola götürəcəm. 6 7-dən kiçikdir, minimumdur. Deməli, 6 dənə yumurta hüceyrə əmələ gəlib. Səndən də yönəlci cisimciyi soruşur. Bundan 3 dəfə də çox, 18 dənə də yönəlci cisimciyim var. İndi deyir, qametlə eyni cinsi xromosom daşıyır. Qadın da XX olduğu üçün elə 18-i də X daşıyacaq. D variantı. Daha sonra aşağıda sxemdə nefronlarda olan damarlarda glikozanın miqdarı verilmişdir. Hansı rəqəm? Nefron bax, gətirici arteriya. Yadınızda saxlayın. Mübadilə prosesləri kapillyarda gedir. Bax, 2 ilə 4, görürsünüz artım azalma var. Azalıb, artıb. Deməli, mübadilə gedir. Bu dəqiq kapillyardır. 2 kapillyar da harada yerləşirdi? Gətirici arteriya ilə çıxarıcı arteriya arasında. Deməli, 1 gətirici arteriyadır, 3 çıxarıcı arteriyadır, 2 ilə 4 kapillyardır, 5 də venadır. Səndən arteriyanı soruşur, bu da 1-3. İnsan orqanizmdə verilənlərdən hansının sayı təkdir? Toxum kisəciyi cütdür, uşaqlıq borusu cütdür, prostat vəzi təkdir, toxumluq cütdür, toxum axacağı cütdür. Süd dişlərinin hansı hissəsi kəssi dişləri təşkil edir? Ümumilikcə mənim 20 süd dişim var. Kəssi dişlər də bunun 8də biri. 20-nin də 8də 1-ə ixtisar gedəndə 8 2-yə 4, 22-yə 5. Bu deyir 5-in 4-ə. Süd dişlərinin hansı hissəsi kəssi dişləri təşkil edir? Aha, mən elə hissə götürməliyəm ki, cavabım 8 olsun. 8 dənə kəssim var. 20-nin hansı hissəsi 8 eləyir? Əlbəttə ki, 5də 2 hissəsi. 25-ə ixtisar gedəndə 4, 5də 1, 4-də 2-yə vuranda 8. Bu da elədi C variantı.
Cədvələ əsasən x plus y-i tapın. Sinir toxumasının növ sayını soruşur. Bir də əzlə toxumasının növ sayını soruşur. Sinir toxuması bir növdür. Əzlə toxuması da 3. Enna zolaqlı saya bir də ürək. Cəmi eləyir 4A variantı. Cəvdəvələ əsasən x plus y ifadəsinin minimum qiymətini tapın. Cift 4 sayı 5'dir. Minimum deyəndə mən bunun hamısını eyni yumurta əkizi götürəcəm. Deməli, elə 5 dənə dölüm varsa, 5 dənə göbək ciyəsim var. Göbək ciyəmin sayı dölümün sayına bərabərdir. 5'i də eyni yumurta əkizidirsə, cift sayı 1'dir. 5'in üstünə 1 eləyir 6. Yenə deyirəm, minimum deyəndə eyni yumurta əkizi götürün. Maksimum deyəndə müxtəlif yumurta əkizi götürün. Yanlış ifadəni seçin. Birincisi aiddir bura uşaqlıq borusu, 2 aiddir uşaqlıq, 3 də aiddir yumurtalıq. 2-də həm rüşeym, həm dölə rast gəlinir, düzdür. Rüşeym mərhələsində, döl mərhələsində 2-də olur. 3-də yumurta hüceyrənin tam yetişdiyi yerdir, düzdür. Sarı cisim 3-də əmələ gəlir, 3-də həmkarlar. 3 nədir? Yumurtalıq. Yumurta hüceyrə 3-də əmələ gəlir, 1-də boruda tam yetişir. Burada səhvdir B variantı. Sarı cisim 3'də əmələ gəlir, düzdür. Yumurtalıqlarda zigot 1'də bölünür, düzdür. Rüşeym mərhələsi 2'də başlayır, düzdür. Yenə deyirəm, yumurta hüceyrə 3'də əmələ gəlir, boruda 1'də tam yetişir. Ona görə B variantı səhvdir. Şəklə əsasən verilənlərdən hansı doğrudur? D burada kəsici dişdir, C köpəkdir, B kiçik yazıdır, A da böyük yazıdır. Baxıram ki, böyük yazı bir çənəmdə 6'sı da varsa, deməli ağıl dişlərimdə çıxıb. İndi deyir ki, A dişləri 12 yaşında çıxır. A dişləri ağıl dişləridir ki, 16 yaşında çıxır. C dişləri hər iki tərəfdən öz diş növü ilə qonşudur. Baxıram ki, köpək dişi hər iki tərəfdən öz diş növü ilə qonşu deyil, bunu da çıxıram. A dişləri ağız boşluğunda 2 dəfə çıxır. Ağıl dişi ağız boşluğunda 1 dəfə çıxır. B dişləri süd dişlərində olmur. Buradan B dişlərinə aiddir. Kiçik yazı süd dişlərində olur. D dişləri hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər. Bəli, kəsici dişi ortada yerləşən 2 dənəsi hər iki tərəfdən öz diş növü ilə qonşudur. Y variantı. Vitamin mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlikdir. Əlbəttə ki, vitamin mübadiləsi pozulanda homosisturiya yaranır. Bitki və heyvan mənşəli miqdarlar qızdırdıqdan sonra tərkibində bərabər miqdarda cəmi 240 qram vitamin qalıb. Deməli, bitki də 120'dir, heyvan da 120'dir. Yəni, bişiriləndən sonra qalan. Qızdırılmadan öncə qidanın maksimum cəmi neçə milliqram B vitamini qalıb. Baxın, qızdırılandan sonra hər ikisində 120 qalıb. Mən də bilirəm ki, bitki mənşəli 20%'ni itirir, 80'i qalır. Deməli, 120 milliqramım 80%'dir. Bəs 100%'im nə qədərdir? X. Buradan 120'ni vurursan 100'ə, bölürsən 80'ə. Tapırsan ki, bunun çiğ halda kütləsi olub 150 bitkidə. İndi heyvan. Heyvan da 100'dür. 60%'ni itirir, qalır 40%. 120'im 40%'dir. Və 100%'im nə qədərdir? Çiğ tapmalıyam da X. Buradan da 100'ü vururam 120'yə, bölürəm 40'a. Tapıram ki, bu da olub 300. Aha. İndi 300 heyvanda oldu, 150 də bitkidə oldu. Cəmi eləyir 450. Bu delədi C variantı. Şəkildə 2 rəqəmi ilə göstərilən damarlarda olan bir eritrosit. Eritrosit bir nömrəli damara gələnə qədər hansılardan keçər? Bax, şəkildə 2 nömrəli ilə vena. Töküldü aşağı boş venaya. Aşağı boş vena ilə gəldi töküldü ürəyin sağ qulaqcığına. Deməli, ürəkdən keçdi. Sağ qulaqcıqdan sağ mədəciyə, sağ mədəcikdən ağciyər kötüyü ilə gəlir ağciyərə. Ağciyərdə təmizlənir. Deməli, 2-dən də keçdi. Ağciyərdən də ağciyər venası vasitəsilə gəlir təzədən tökülür ürəyə. Deməli, hansından dəqiq keçdi? 1-dən 2-dən. Yəni, ürəklə ağciyərdən. Sxemə əsasən X, Y, Z maddələrini müəyyən edin. Baxıram ki, X maddəsi ağızda heç bir dəyişikliyə uğramayıb, mədədə uğrayıb, nazik bağırsaqda da uğrayıb. Deməli, ağızda dəyişikliyə uğramayıbsa, mədədə uğrayıbsa, nazik bağırsaqda varsa bu zülaldır.
Baxıram Y-ə, ağızda da, mədədə də olmayıb, nazik bağırsaqda həzmi gedib. Deməli, əlbəttə ki, Y yağdır. Baxıram ki, Z maddəsi ağızda olur, mədə ilə nazik bağırsaqda yox. Deməli, Z-də karbohidratdır. Bu delədir D variantı. Nefronun tərkib hissəsinə aid deyil. Sidik toplayıcı borucuq 6. Nefronun tərkib hissəsinə aid olmayacaq. Qədəyə bənzər kapsuladır. Daha sonra kaplyar yumaqdır. Birinci, ikinci dərəcəli qıvrım sidik borucuğudur. Henlilcəyidə aiddir. Amma sidik toplayıcığı borucuq 6 aid deyil. Şəklə əsasən yanlış fikri müəyyən edin. Baxıram, 1 burada qaraciyərdir, 3 öd kisəsidir, 2 mədədir, 5 maddə-6 vəzidir, 4-də 12 barmaq bağırsaqdır. 2 mayenin tərkibində amin turşusuna rast gəlinə bilər. Mədə-6 vəzidir bu 2-də. Mədə-6 vəzində, mədədir 2-də üzrə hesab eləyin. Amin turşusuna bəli, süd zülalı parçalanır. Amin turşusuna rast gəlinəcək. Qaraciyərin ifraz etdiyi maddə 3-də toplanır, düzdür, öddür ki, öd kisəsində toplanır. 5. Karbohidrat mübadiləsində həm xarici, həm də daxili sekresiya vəzisi kimi fəaliyyət göstərir, düzdür. Həm hüceyrə sintez eləyir, həm də insulin və glikoqon qanı ifraz olunur, həm xaricdə, həm daxilidir. 4. Bitki yağlarının parçalanması başlayır 12 barmaq bağırsaqda, bəli. Birinci orqan qanı sidik cövhərindən təmizləmir, sidik cövhəri əmələ gətirir. Deməli, 1 yanlışdır. Qrafikə əsasən doğru bəndi müəyyən edin. Baxıram ki, baxın, ağızda Y, Z-dir, bir də X-dir. Baxıram ki, ağızda Z maddəsi, mədədə də, ağızda da parçalanmayıb, amma nazik bağırsaqda parçalanıb. Y-ə baxıram ki, elə ağızdan parçalanmağa başlayıb. X-ə də baxıram ki, bu da mədədən parçalanmağa başlayıb. Baxaq. X maddəsi əsas enerji mənbəyidir. Əsas enerji mənbəyi karbohidratdır ki, karbohidratda Y-də ağızdan başlayıb, a səhvdir. Y maddəsi turş və qələvi mühitdə parçalanır. Y qırıq-qırıq xəttdə ağızdan parçalanır. Deməli, karbohidratda o ağızdır. Zəif qələvi ilə qələvidə, mədədə yoxdur. B də səhvdir. Z maddəsi süd zülalı ola bilər. Z-ə baxıram ki, ağızla mədədə başlamayıb. Süd zülalı da mədədə başlayırdı. Z də səhvdir. X maddəsi biopolimer deyil. X maddəsi mədədən başlayıbsa mürəkkəbdir, biopolimerdir, səhvdir. Y maddəsinin monomeri monosixaritdir, düzdür, karbohidratdır, Y ağızdan başlayıb, elə monomeri də monosixaritdir. Sağlam qadın orqanizmdə hamiləliyin hansı mərhələsində sarı cisim hormon ifraz eləyir? Hər üçündə. İndi deyirsiniz niyə? Dəqiq bilirsiniz ki, başlanğıc mərhələ ilə rüşeymdə ifraz eləyir. Döl mərhələsi 3-cü ayda əmələ gəlir, 4-cü ayda hormon ifraz eləyir. Ortada qalan bu 1 ayda sarı cisim hormonu ifraz edir. Ona görə də hər üçündə də, başlanğıcda da, rüşeymdə də, döldə də hormon ifraz eləyəcək. Bu deyir Y bəndi. Şəklə əsasən yanlış fikri müəyyən edin. 1 borudur, 2 uşaqlıqdır, 3 də yumurtalıqdır. Normal hamiləlik zamanı 2-də yumurta hüceyrəyə rast gəlinir. Uşaqlıqda, normal hamiləlikdə heç vaxt yumurta hüceyrəyə rast gəlinməz. Elə A variantı səhvdir. Sarı cisim 3-də əmələ gəlir, düzdür, yumurtalıqda. Hamiləliyin rüşeym mərhələsi 2-də başlayır, düzdür, uşaqlığın divarına implantasiya etdikdən sonra, yəni yapışandan sonra. Follikul 3-də yetişir, düzdür. Yumurta hüceyrənin tam yetişdiyi yer 1-dir, düzdür. Yumurta hüceyrə 3-də əmələ gəlir, 1-də uşaqlıq borusunda inkişaf yetişir. Səhv oldu A variantı. Aşağıda sağlam qadının normal tisi postembrional inkişaf dövründə baş verən sarı cisim fazalarının müddəti onun yaşından asılılıq qrafiki verilmişdir. Qrafikə əsasən maksimum qiyməti. Baxın həmkarlar, deyir ki, sarı cisim qana 4550 gün hormon ifraz eləyib. Bölərəm bunu 14-də. Taparam tisikl. Bilirəm ki, bir ay başı menstruasiyası və ya bir tisikl baş verəndə 14 gün hormon ifraz eləyir. Böldüm 14-də, tapdım ki, 325 tisikli baş verib. Görüm neçə ildə? Bir ildə 13 tisikli olduğu üçün 325-i də böldüm 13-ə. Bölürəm 13-ə, tapıram ki, 25 ildir, bunda menstruasiya fazasıdır. İndi deyir ki, maksimum, qız da 10-12 yaşından başlayır. 25-in də üzərinə 12 gələrəm, maksimum yaşını taparam. Bu deyir 37, D variantı.
Aşağıdakı cədvəldə bir xəstəyə verilən vitaminlər nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Baxıram ki, buna birincidə A da, D də, Y də verilib, xəstə sağalmayıb. İkincidə A, C, K verib, xəstə sağalıb. Deməli, bu A vitamini deyil. Çünki birincidə A sağaltmayıbsa, ikincidə də sağaltmayacaq. A vitaminlərini buradan çıxdım. Burada qalır C ilə K. Üçüncüyə baxıram ki, B ilə K verib sağalmayıb. Deməli, K da deyil. K-nı da buradan çıxdım. Sonra baxıram ki, bu birisində C, D, Y varıb, sağalma baş verib. D-ni birincidə vermişdi, sağalma olmamışdı. Deməli, yeni də D-ni də buradan çıxdım. Burada qalır, amma C görürsünüz, burada da sağalma verir, burada da sağalma verir. Deməli, C vitaminidir. C vitamini də çatışmayanda skorbut xəstəliyi yaranır. A variantı. Verilmiş sınaq şüşəsində hansı və hansılarda kimyəvi həzm baş verər? Baxıram ki, mən burada mədə şirəm baş verib, mədə şirəsinə ət atıb. Ətdə əlbəttə ki, mədə şirəsinin tərkibində kimyəvi həzm baş verə bilər. Deməli, K doğrudur. Kartofun tərkibində karbohidrat, nişasta var. Əlbəttə ki, tüpürcək, ağız karbohidrat, yəni ağızda kimyəvi həzmə gedir. L də doğrudur. Yağdakı, bəli, mədə-altı vəzi şirəsi tərəfindən yəni həzmə gedir, kimyəvi həzmə. Deməli, K, L, M üçü də doğrudur. Bu deyir C variantı. Hansı istiqamətdə maddələrin çevrilməsi mümkündür? Baxıram. Baxın, yağdır, zülal həm yağa, həm karbohidrata çevrilir. Yağla karbohidrat da biri-birinə çevrilə bilir. İndi gəlin baxaq. Deməli, mümkündür, deyir. Zülal baxıram ki, yağa çevrilir, bir düzdür. Yağ zülala çevrilib səhvdir. Yağla karbohidrat zülala çevrilə bilmir. Deməli, yəni zülal hər ikisinə çevrilir, amma zülala çevrilmə yoxdur. Yağla karbohidrat da biri-birinə çevrilə bilər. Yəni, bir düzdür, iki səhvdir. Zülal karbohidrata çevrilib 5 də düzdür. Amma karbohidrat zülala çevrilə bilməz, 6 səhvdir. Yağ karbohidrata çevrilib 3 də düzdür, karbohidrat yağa çevrilib 4 də düzdür. Deməli 1, 3, 4, 5 yenə deyirəm. Zülal hər ikisinə çevrilir, amma hər ikisi zülala çevrilə bilmir. Yağla karbohidrat öz aralarında çevrilə bilirlər. Yetkin insanda yalnız öz diş növü ilə qonşu olan dişlərinin sayı üst çənədə 2 dənə ortada yerləşən kəsicidir, bir də sonda yerləşən 2 dənə sağ çənənin, yəni üst çənənin sağında olan böyük yazı, 2 dənə də solunda olan böyük yazı öz diş növləri ilə qonşudur. Deməli, üst çənəmdə nə qədər elədi? 2 kəsici, 4 dənə də bu. Bu da eləyir 6. Öz diş növü ilə qonşu olmayan dişlərin sayına. Bir dənə diqqətlə, üst çənədə 6-dır, alt çənədə də 6, cəmi eləyir 12. Öz diş növü ilə qonşu olmayanda 4 dənə köpəkdir. 12-nin 4-ə, bu da 3-ün 1-ə. A variantı. Bağırsaqdan qana sorulan qidalı maddənin ilk gəldiyi orqan əlbəttə ki, qaraciyərdir. Daha sonra, insanda dondurma yedikdən sonra mütəmadi olaraq kofe içərsə, ilk zədələnən hansı ola bilər? Dişin minaqatı A variantı. Yəni 1. Cədvələ əsasən X plus Y sayını tapın. Baxıram. Ana bətnində olan minimum deyir. Döl sayı 3-dürsə, minimum dediyi üçün 3-ündə eyni yumurta əkizi götürəcəm. Ona görə cif sayı 1 olacaq. Göbək ciyəsi də uşaq sayı qədərdir. 3-ün üstünə 1, bu da eləyir 4. C variantı. Şəkildə verilən əkizlər haqqında hansı yanlışdır? Bu əkizlərə baxıram ki, məndən yanlış olanı soruşur. Görün, bu əkiz eyni yumurta əkizidir, yoxsa müxtəlif? Baxıram ki, cifti ayrıdır. Xəttə baxın. Deməli, bu müxtəlif yumurta əkizidir. Ayrı cinsli ola bilər, düzdür. Mütləq eyni cinsli olacaq, səhvdir. Müxtəlif yumurta əkizi müxtəlif cinsli də ola bilər, eyni cinsli də ola bilər. Əmələ gəlməsində 2 ədəd qamçılı qamət uşaq sayı qədər 2-dir, düzdür. Əmələ gəlməsində cəmi 2 qamət yox, 4 qamət. Hər uşağın əmələ gəlməsində 2 qamətdir. 4 də səhvdir. Bir ciftin daxilindədir, görürəm ki, ayrı-ayrı ciftin daxilindədir, 5 də səhvdir. Deməli, səhv oldu 2, 4, 5, C variantı. Acı bağırsaq, ümumilikcə yadınızda saxlayın. 12 barmaq, acı, qalça. Kor, çəmbər, düz. Acı bağırsaq, 12 barmaq bağırsaqla qalça arasında yerləşir. Deməli, bu da oldu A variantı. Daha sonra insanda öd kisəsinin
Öd kisəsində öd ilk olaraq həzm kanalının hansı hissəsinə açılır? 12 barmaq bağırsaq açılır. A variantı. Aybaşı siklinin hansı faza və ya fazalarında follikulun yetişməsi gedir? Follikul yetişməyə başlayır aybaşı fazasından, aybaşından sonraki faza, amma sarı cisimdə yetişmir. Elə başlayır aybaşında, tam yetişir aybaşı sonraki fazasında. Ona görə 1-lə 2-də. Verilənlərdən əsasən hansı ifadə yanlışdır? Aha, verilənlərdən mənə yanlış olanı soruşur. Bir nömrəli orqanda sidik gövhər əmələ gəlir, qaraciyərdir, bəli. 5 nömrəli orqan öd sintez olunur, 5 nömrəli orqan yox, 1 nömrəli orqanda sintez olunur, 5 nömrəli orqanda öd kisəsində toplanır. Elə B variantı səhvdir. 4 nömrəli orqanda bu mədə-altı vəzidir. Həm hormon, həm də ferment sintez olunur, doğrudur. 3 nömrəli orqanda ferment sintez olunur, doğrudur. 2 nömrəli orqanda simpatik və parasimpatik sinirlər gəlir, doğrudur. 2 də doğrudur, 3 də. Burada səhv oldu, elə B variantı. Burada 3-12 barmaq bağırsaqdır, 2 də nədir? Mədədir. İnsanın sidik vasitəsilə zülal və qanın formalı elementlərin itirərsə, bunun çox ehtimal oluna səbəbi nədir? Zülal illimariyə kurulu birləşmədir. Əgər sidikdə zülal görürəmsə, deməli qədəyə bənzər kapsuladan keçib. Deməli qədəyə bənzər kapsulanın daxilində kapillyar zədələnib. Bu da eləyir C variantı. Doğru mülahizəni seçin. Hamilə qadın orqanizmində cift, müvəqqəti daxili sekresiya vəzisi rolunu oynayır. Cift bəli, müvəqqəti daxili sekresiya vəzidir. Bu qalsın. 7 ay hormon ifraz edir. 7 ay yox, cift. 6 ay hormon ifraz edir. 2 səhvdir. 2-ləri buradan çıxsam, deməli A ilə D variantım getdi. Follikulun yerində yaranan qarışıq sekresiya vəzisi 3 də səhvdir. Cift daxili sekresiya vəzisi üzrə müvəqqəti. Göbək ciyəsi vasitəsilə dölə birləşir, düzdür. Əmələ gəldikdən sonra döl dövrü başa çatır. Əmələ gəldəndə döl dövrü əmələ gəlir, başa çatmır. 5 də səhvdir. Burada mənim cavabım 1 ilə 4-dür. Burada 5 artıqdır. Yenə deyirəm, cift əmələ gələndən sonra döl dövrü başa çatmır ki, döl dövrü yaranır. Yəni doğru variantımdır burada 1 ilə 4. Y variantında 5 mexaniki olaraq səhv gedib. Şəkildə verilən fikirlərdən hansı doğrudur? Gəlin baxaq. 1 ağız suyudur. Deyir ki, elə verilmiş variantlarla gedəyində 2-də karbohidrat parçalanır, 2 burada mədə-altı vəzidir. Mədə-altı vəzi, 2 mədə-altı vəzidir o. Qaraciyərdə mədədir ki, 2 mədədir. Mədədə karbohidrat parçalanmır, səhvdir. B-də 4-də qlikozanın artığı glikogenə çevrilir. Qaraciyərdə bəli, qlikozanın artığı glikogenə çevrilir, düzdür. 3-də sellozanın bakteri, 3-də yox, 3 nazik bağırsaqdır, 5-də yoğun bağırsaqda bakteriyal parçalanma gedər. 1-də süd yağları parçalanır, səhvdir, ağızda yox, mədədə, 2-də. 5-də tuş qida horrasını neytrallaşdırır, yoğun bağırsaqda yox, səhvdir. Deməli, qaraciyər glikozanın artığını glikogenə çevrilir. O da oldu B variantı. Vay, bu nə gözəl test, amma çoxdur. Hamiləliyin 8-ci ayında olan iki həkim müayinəsindən keçdi. Yaxşı elədi. Deplor cihaz vasitəsilə ultrasəs müayinəsi, müayinə edən zaman hər iki ananın uşaqlıqlarında olan əkiz uşaqların yalnız birinin somatik hüceyrəsində 24 xromosom müxtəlifliyi var. Deməli, bunun biri ayrı cinsiyyətlidir. Elə baxsam, A əkizləri ayrı cinsiyyətlidir, 2 cifdir. B əkizi eyni yumurta əkizidir, yəni eyni. Deməli, A müxtəlif yumurta əkizləridir, B eyni yumurta əkizləridir. Yalnız birində 24 xromosom müxtəlifliyi görürəmsə, müxtəlif yumurta əkizində A da görəcəm. İndi mənə A, B oxşar və fərqli cəhətlərini tapşırır. Gəlin baxaq. Əmələ gəlməsində 4 qamet iştirak edir. Bu olacaq müxtəlif yumurta əkizləri, yəni A-da. Hər uşaq sayı qədər 4 qamet. Deməli, bura aiddir 1. Sonra 2 cift sayı döl sayına bərabərdir. Bu da müxtəlif yumurta əkizlərində cift sayı döl sayına bərabər olur. A-ya aiddir, həm də 2. Göbək ciyəsi sayı döl sayına bərabər olur. Bu hər ikisində, eynidə də, müxtəlifdə də göbək ciyəsi döl sayına bərabər olur. 3-ə aiddir 3. Döl sayı cift sayından çoxdur. Bu eyni yumurta əkizindədir. B-yə aiddir 4. Cinsiyyətcə eynidirlər. Burada eyni yumurta əkizi 5. Deməli, A-ya 1, 2, 2-yə 4, 5, 3-ə də 3. Elə A variantı.
Uzundur, amma asandır. Aşağıda sağlam bir insana aid olan nefronun hissəsi verilmişdir. Aha, yanlışı soruşur. 4 nömrəli Helen ilcəyidir. 4 nömrəli hissədə qan zülalına rast gəlinməz, düzdür. Çünki qədəyə bənzər kapsula qoymur zülal keçsin. 1 düzdür. Məndən yanlışı soruşur. 1 və 3 nömrəli hissədə mayenin tərkibi eynidir. 1 qədəyə bənzər kapsulada arterial yumaqdır. 3 nədir? Gəlin baxaq. 3 də borucuqlardır. Bu səhvdir, eyni ola bilməz. Elə 2. 2 nömrəli hissədə glikozaya rast gəlinər. 2 nömrəli hissə qədəyə bənzər kapsuladır ki, bəli, rast gəlinəcək. 3 də doğrudur. 3 nömrəli hissədə sidik cövhərinin miqdarı 5 nömrəli hissədən çox olur. 3 qıvrım kanalcıqdır. 5 nömrəli borudur. Sidik toplayıcı borucuq. Bura 1 yox, bir neçə nefron açıldığı üçün 5-də çox olacaq sidik cövhərinin miqdarı. Deməli, səhvdir bu da. Oldu 2, bir də 4. Cavabım da oldu C variantı.